Mateusz Koxayski'nin Şampiyonlar Ligasında en çok seyv eden 3 qapıçıdan biri olması, Bəhlul Mustafazadənin son saniye goluyla Frankfurt uyğu play-off'a vəsiqəni gətirməsi, Neapolda o ağır zərbədən sonra Kevin Medina'nın ayağa qalxıb ısrarla oynamaq istəyirəm deməsi, Elvin Cəfərquliyevin Kopenhagen'li oyunun ən yaxşı olması, aynı tərəflə görüş dəftərinin komandasına düşməsi, Marko Yankovic'in daşdan keçən ötürmələri, 5 gol 2 asistdən Camilo Duran'ın Qarabağın qıratına çevrilməsi, görünməyən qəhrəman Pedro Bicalio'nun Benfica ilə görüşdə MVP olması, öz mövqeyində qayış kimi olan Mateus Silva'nın həm də 1 gol və 1 asisti, təsnifatda və liga mərhələsində 6 gol vurub 3 asist edən Leandro Andrade'nin şücaəti, Abdullah Zubir'in etdiyi kapitanlıq, eləcə digər futbolçularımızın qəhrəmanlıqları, dastanın müəllifi isə qar suyunu qaymağa çevirən seyirbaz böyük Azərbaycanlı Qurban Qurbanov oldu.